Esselamu Aleyküm ve Rahmetullah. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil emin. Seyyidina ve Mevlana ve Habibi kulubina ve şefi'i zunubina Ebil Qasimil Mustafa Muhammed. Allahümme salli ala Muhammedin ve ala ehli beytihi tayyibine tahirinel ma'suminel mukarremin siyemel hucce beqiyetillah fil aradin ruh ve ervahil alemin trabe maqdemihil fida ve la'netullah ala a'daihim ecmain minel ane ila qiyam yevmiddin. Euzu billahi mineşşeytanirracim. Rabbi şrah li sadri ve yassir li emri ve hlul uqdeten min lisani yefqahu qavli. Usikum ve nefsi bi tekvallah. Hem size hem özüme ilahi təqvaya riayət etməyi tövsiyə edirəm. Əziz müsəlmanlar, möhtərəm möminlər, artıq biz mübarək Ramazan ayının ikinci 10 günlüyündəyik. İkinci 10 günlüyü daxil olub və qarşıda bizi ilin ən fəzilətli gecələri gözləyir. Ən fəzilətli gecələr gəlir. Və artıq mübarək Ramazan ayının son 10 günlüyündəyik. Daha doğrusu ikinci 10 günlüyündəyik və bizi qarşıda son 10 günlük ən əziz gecələr, ən gözəl günlər gözləyir. Uca Allah Qur'an-ı Kərimdə yeganə bir gecənin adını çəkir ki, o artıq qarşıda gəlmək üzrədir. Və bu gecə müqəddəs Qur'an-ı Kərimdə adı çəkilən Qədr gecəsidir ki, bir neçə gündən sonra həmin Qədr gecələrinin ərəfəsi, Qədr gecələri vaxtı daxil olacaq və mübarək Qədr gecəsi Ramazan ayının son 10 günlüyünə təsadüf eləyəcək. Qədr gecəsi Allahın bir sirridir və onun həqiqi dəyəri olduğu kimi bizə məlum deyil. Onun nə olduğunu, nə əzəmətdə bir qiymətli gecə olduğunu bəşəriyyət olduğu qədər dərk etməkdə acizdir. Əgər bir gecə ki, Peyğəmbər sələvatullah onun barəsində Peyğəmbərə sual olunursa ki, və mə ədrakə mə leylətül qədr, yəni sən nə bilirsən ki, Qədr gecəsi nədir? Bu gecənin əzəmətinin nişanəsidir ki, Uca Allah öz Peyğəmbərinə belə hətta sual verir ki, sənin kimi bir əzəmətli Peyğəmbər, sənin qədər böyük bir alim, arif, övliya bu gecənin Allah xəbər verməsə, bu gecənin necəliyini dərk etməkdə çətinlik çəkər. İmam Sadiq əleyhissalam buyurur ki, ilin aylarının içərisində ən üstünü Ramazan ayıdır və Ramazan ayının qəlbi isə Qədr gecəsidir. Həzrəti Resulullah sallallahu buyurur, Qədr gecəsi gecələrin sərvəridir, gecələrin ən üstünüdür. Uca Allah özü Qur'an-ı Kərimdə bu gecəni tərif edərkən ona belə bir tərif verir ki, Leylətul qadri xayrun min əlfi şəhr. Qədr gecəsi 1000 aydan daha xeyirlidir. İmam Sadiq əleyhissalama sual verirlər ki, necə olur Qədr gecəsi 1000 aydan xeyirli olur? Bunu necə başa düşək? İmam buyurur, bu gecədə edilən bir əməl, bircə əməl, başqa vaxtlarda 1000 aydan, 1000 ay ərzində edilən əməllərdən daha üstündür. Allah bir gecə təyin edib ki, o gecənin əməlləri başqa günlərin 1000 ayından daha xeyirli, əməllərindən daha xeyirlidir. Yəni təsəvvür edin, bir gecə dua eləyəcəksiniz, sanki 83 il və ondan daha çox dua eləmişsiniz. 1000 ay 83 il eləyir. Allah demir 1000 aya bərabərdir, deyir daha xeyirlidir. Bu da artıq sonsuzluğa işarədir bir mənada.
Yəni biz elə minimumu götürsək, təsəvvür edin, bir gecə ibadət edirsiniz. Sanki 83 ildir ibadət edirsiniz, 83 ildir Quran oxuyursunuz, 83 ildir tövbə edirsiniz. Bu buna bərabərdir, ən az miqdarıdır. Allahın İslam ümmətinə bəxş etdiyi ən gözəl hədiyyələrdən biri və ən gözəli mübarək Qədr gecəsidir. Ömrümüzü Qədr gecəsi olmadan təsəvvür etsəydik, bilmirəm valla harda daha doğrusu bir yer tapardıq, hansı günü təyin eləyərdik ki, ilahi, biz bir gün istəyirik səndən ki, o gün biz sənə daha yaxın olmaq istəyirik. Allah özü bunu bizdən əvvəl bizim üçün təyin eləyib. Və Qədr gecəsi olmadan həyatımızda ciddi bir boşluq yaranardı ki, həmin boşluğu biz heç bir gecənin vasitəsilə doldura bilməzdik. Sadə bir təsəvvür, bir dəyərin dəyərli olduğunu başa düşmək üçün qısa bir tərif sizə deyirəm. Təsəvvür edin ki, o yoxdur. Elə bir gecə yoxdur. 11 ay insan doğrudan da səbirsizliklə gözləyir ki, bir gecə var ki, bağışlana biləcəm. Bir gecə var ki, səhərə qədər oyaq qalıb ibadət etməklə Allahıma yaxınlaşa biləcəm. Belə bir gecənin yoxluğu insana əzab verər. Qədr gecəsi yeganə gecədir ki, onu nə ilənsə müqayisə edərək tanımaq mümkün deyil. Kiminləsə müqayisə edərək tanımaq mümkün deyil. Qədr gecəsi yeganə gecədir. Özü özü ilə tanına bilər ancaq. Özü özünün mislindədir. Özünə bərabər ancaq özüdür. Və Qədr gecəsinin bir neçə önəmli əməli var. Allah nəsib eləsə, bu ildə həmin Qədr gecələrində biz o əməlləri hər il olduğu kimi növbə ilə, ədəblə, səbrlə yerinə yetirəcəyik. O əməllərdən bir neçəsi məsciddə icra olunacaq, bir neçəsi isə fərdi sizə aid olan məsələdir. Özünüz icra eləməlisiniz. Onlardan ən gözəllərini sadalayıram. Birincisi, Qədr gecəsinin qüslünü almaqdır. Bu qüsül alınır, bilirsiniz nə vaxt? Sübhə qədər alına bilər. Gün batandan ta sübhə qədər icazə var bu qüslü almağa. Amma ən gözəl vaxtı, gün batandan iftar açmaq arasındakı məsafə var, 15-20 dəqiqə. Həmin məsafədə almaqdır, həmin aralıqda ala bilməkdir. Ən gözəl vaxtı gecənin ilk saatlarında almaqdır və Qədr gecəsinin qüslü ilə də şam xiftən namazını qılmaq. Bu daha önəmlidir. Təbii ki, kimin buna imkanı olmaz, bir qədər gec ala bilər, sübhə qədər vaxtı var. Amma gecənin əvvəlində alınsa daha yaxşıdır. Çox mübarək bir qüsüldür, günahların bağışlanmasına səbəb olur. İkinci, əhya saxlamaqdır bu gecənin xüsusi əməli. Əhya yəni oyaq qalmaq, səhərə qədər ibadət etmək, ibadətlə məşğul olmaq. Hətta mən bir hədis oxumuşdum ki, insan səhərə qədər oyaq qalsa Qədr gecəsi niyyəti ilə, ibadət etməsə də belə bəsdir. Oyaq qalmaq, təbii ki, oyaq qalıb səhv işlərlə məşğul olmaqdan söhbət getmir. Qədr gecəsi niyyəti ilə oyaq qalıram. Bacardığını da eləyə, dua da eləyə, ibadət da eləyə, amma vacib deyil elə əvvəlindən axırına qədər ancaq ibadət halında ola. Vacib budur ki, oyaq qala, imkan qədər oyaq qala. Vacib deyəndə yəni müstəhəbdir, amma ki, əsas olan, lazım olan həmin gecəni oyaq qalmaqdır. Çünki həmin gecə Quran nazil olur, rəhmət nazil olur. O rəhməti də oyaq qalaraq qəbul etmək lazımdır. Həmin gecə mələklər salam verirlər bütün iman əhlinə. Mələklərin salamını oyaq halda almaq lazımdır. Həzrəti İbrahim əleyhissalama mələklər gəlib sual verirlər, daha doğrusu müjdə verirlər ki, sənin övladın olacaq. Müjdədən əvvəl salam verirlər Həzrəti İbrahimə. Bir hədis oxumuşdum, deyir, o salamın ləzzətini Həzrəti İbrahim dünyada heç bir yerdə hiss edə bilməmişdi. Elə bir ləzzət var mələklərin verdiyi salamda ki, Həzrəti İbrahim o ləzzətin mislində dünyada bir ləzzət görməmişdi. Həmin ləzzətli salamı həmən gecələrdə mələklər bütün iman əhlinə ünvanlayacaqlar. Mələklərin bizə salam verdiyi, Ruhul Əminin, Cənab-ı Cəbrailin yerə indiyi, zamanı imamı ilə görüşdüyü bir gecədir. Və belə bir gecədə imamətdən hədis var ki, deyir, həmən gecə mələklər bizim ətrafımızı bürüyər, bizim tərəfdarlarımızın ətrafını bürüyər. Ona görə oyaq qalmaq bu gecənin xüsusi işlərindəndir. Bu gecə bir başqa əməl var, 100 rükət namaz qılmaq.
Kimin qəzası varsa 6 günün qəzasını qılar. Kimdə yoxdursa 100 rükət, 52 rükətli namaz, eyni ilə sübh namazı kimi bu gecəni qılmaq tövsiyə olunur. Və Qədr gecəsinin namazı var, onu qılmaq tövsiyə olunur. 2 rükətdir, niyyəti ilə Qədr gecəsinin namazını qılıram qurbətən iləllah. Hər rükətdə Fatihədən sonra 7 ixlas oxunur. Namaz bitəndən sonra səcdəyə gedirlər, 70 dəfədə Əstəğfirullah, ətubu iləyh zikrin deyirik. Və bu gecənin bir əməli İmam Əli əleyhissalamın qatillərinə lənət göndərməkdir. Başqa bir əməl Allahı 14 məsuma an verməkdir. Onların haqqına an verməkdir. Onlara xatir Allahdan bağışlanmaq istəməkdir. Bir başqa əməl tövbə eləməkdir, istiğfar eləməkdir. Bir başqa əməl də həmin gecə məscidə gəlməkdir. Əhyanı məsciddə saxlamaqdır. Bu təbii kişi xeylaqlarına aiddir. Çünki qadınların gecə məscidə gəlməsi bir qədər çətin olur. Və bizim məsciddə də ancaq kişilər üçün şərait var. Ona görə də xanımın elə məscidi öz evidir. Öz evində əhya saxlasa daha münasibdir. Məscidə getmək niyə bu gecə gözəldir? Ona görə ki, bu gecə ən gözəl gecədir. Ən gözəl kitab nazil olur və ən gözəl məkanda olmaq lazımdır. Bu üçlüyü bərabər şəkildə eləyəndə daha gecənin fəziləti çoxalır. Yəni, ilahi, mən ən gözəl gecədə, ən gözəl kitabımı qarşılamaq üçün, ən gözəl əməlləri yerinə yetirmək üçün ən gözəl məkana gəlmişəm, sənin evə gəlmişəm. Və hər il olduğu kimi bu ildə Allah icazə versə, mübarək Ramazan ayının son 10 günlüyündə bir neçə gün bizim məsciddə də inşallah əhya saxlanılacaq, dualar ediləcək. Və Allah nəsib etsə, bu ildən etibarən bir yenilik də etmək istəyirik ki, mübarək Ramazan ayının 1-ci qədrindən etibarən ta sonuncu gününə qədər hər gün şam xiftən namazlarından, məğrib işa namazlarından sonra məsciddə şəhidlərimizin ruhuna Qur'an-ı Kərim oxunacaq. Mübarək dualardan bir neçə hissə oxunacaq və son 10 günlüyü dua edərək keçirdəcək inşallah, gücümüz çatan qədər. Və hər birinizi də bu məclislərə dəvət edirik və məclislərin vaxtı, saatı barədə də bir neçə gün qalmış Qədr gecələrinə inşallah məlumat paylaşacağıq, elan verəcəyik və mübarək Qədr gecələrində də İmsak süfrələri təşkil olunacaq. Ta sübhə qədər məscidimiz əziz möminlərin, müsəlmanların ixtiyarında olacaq. Biz də bir xidmətçi kimi sizlərə inşallah gücümüz çatan istiqamətdən xidmət eləyəcək inşallah. Allah bu mübarək ayın, bu mübarək gecələrinin fəzlindən, rəhmətindən bizi binəsib eləməsin. Bu gecələrdə bizə tövbə qismət eləsin, bağışlanmaq nəsib eləsin və artıq gələn qədrimiz də o mübarək gecələrin gününə təsadüf eləyəcək. Daha doğrusu gələn cüməmiz o gecələrin gününə təsadüf eləyəcək. Və bir daha xatırladım ki, bu il Qədr gecələri milli bayramımız olan Novruz bayramı ərəfəsinə düşür. Amma müsəlmanlara bir xatırlatma eləmək istəyirəm ki, həmin gecələr Əli əleyhissalamın, Əmirəl-Mömininin şəhid olduğu gecələrdir, şəhid olduğu günlərdir. İmkan qədər bu məsələyə diqqət eləyək, Əmirəl-Mömininin də şəhadətinin hörmətini saxlayaq və işimizi elə tənzimləyək ki, İmam Əlinin o şəhadət gecələrinə, müsibətli günlərinə hörmətsizlik olmasın inşallah. Bismillahirrahmanirrahim. İnna ənzəlnəhu fi leylətil qadr və mə ədrakə mə leylətul qadr. Leylətul qadri xayrun min əlfi şəhr. Tənəzzəlul mələikətü və ruh fiyhə biizni rabbihim min kulli əmr. Salamun hiyə həttə mətlə'il fəcr.